O, Bakıya şollar suyunun çəkilməsinə külli miqdarda pul xərcləyir. Kasıb və kimsəsizlərin müalicəsini öz üzərinə götürür. Azərbaycanın ilk xeyriyyətçi qadını. Afşar Aşurxan nəslinin dövlətli xanımlarından biri Nabat Aşurbəyova. 1795-ci ildə Bakıda Qocabəy Aşurbəyovun ailəsində doğulur. Nabat Aşurbəyova neft mədənlərinin və bir çox imarətlərin sahibi olur. Hər cümə günü Nabat xanım evinin qapılarını kasıbların üzünə açırdı. Onun tikdirdiyi hamam həftənin bir günü kimsəsizlər və kasıblar üçün pulsuz işləyirdi. Nabat Aşurbəyovanın ən böyük işlərindən biri Təzəpir məscidini tikdirməsi olur. Məscidin tikilməsinə 1905-ci ildə başlanılır. Nabat xanım bu işi memar Zivər bəy Əhmədbəyova həvalə edir. Nabat xanım onu məşhur məscidlərin memarlığını öyrənmək üçün şərq ölkələrinə göndərir. Səyahətdən sonra Zivər bəy ona 2 mərtəbəli minarəsi olan məscidin layihəsini təqdim edir. Hacı Zeynalabdin Tağıyev məscid tikilən zaman Nabat xanıma maddi kömək etmək istəyir. O təşəkkür edir və deyir, əgər imkanınız varsa, siz də bir məscid tikdirin. Bakı Qubernator İdarəsinin göstərişinə görə məscid Aleksandr Nevski kilsəsindən böyük ola bilməzdi. Ona görə də məscid bir mərtəbəli tikilir. Buna baxmayaraq Təzəpir məscidi Bakıda ən möhtəşəm memarlıq abidəsi olur. Nabat xanım məscid tikilən zaman ilk daşı qoymaq üçün cavanlıqda bənna işləyən milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Nabat xanım 1912-ci ildə 117 yaşında vəfat edir. Ölümündən sonra məscidin tikintisini oğlu davam etdirir. 1914-cü ildə məscidin baş günbəzinə sonuncu daşı da Tağıyev qoyur. Nabat xanım və oğlu məscidin girişində dəfn edilir. 1918-ci ildə ermənilərin törətdiyi soyqırım zamanı müsəlmanlar məsciddə gizlənir. Məscid Sovet dövründə kinoteatr və ambar kimi də istifadə edilir. Prezident İlham Əliyevin göstərişi ilə 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərinin yenidən qurulması layihəsi hazırlanır. 2007-2009-cu illərdə məscid əsaslı şəkildə təmir olunur. 6 iyul 2009-cu ildə Prezident İlham Əliyevin də iştirakı ilə məscidin bərpadan sonra açılış mərasimi keçirilir. (2013-cü ildə məscidin yerləşdiyi küçənin adı dəyişdirilərək Nabat Aşurbəyova küçəsi adlandırılıb.